Türk dövlətlərində qadın və ailə hər zaman cəmiyyətin əsas dayaqlarından biri hesab olunub. Tarixə nəzər salsaq, türklərin dövlətçilik ənənəsində qadın yalnız ailə içində deyil, eyni zamanda siyasi və ictimai proseslərdə də fəal rol oynayıb. Ailə isə türk toplumu üçün müqəddəs institut sayılıb. Nəsillər arası dəyərlərin ötürülməsi, övlad tərbiyəsi və milli kimliyin qorunmasında ailə türk mədəniyyətinin əsasını təşkil edib. Bu gün də Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə qadınların sosial, iqtisadi və siyasi sahələrdəki rolu getdikcə artır. Qadınlar artıq yüksək status təmsilçilərinə çevrilir. Eyni zamanda onlar ailə içərisində də dəyərlərin daşıyıcısı və qoruyucusu kimi öz mövqelərini sərgiləyirlər. Müasir Türk cəmiyyətində qadının həm karyera, həm də ailə həyatını uğurla balanslaşdırması onun gücünü və əhəmiyyətini bir daha sübut edir. Tarixdən gələn bu möhkəm təməllər Türk dövlətləri arasında ortaq dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından bu gün də mühüm əhəmiyyət daşıyır. Elə əbəs yerə deyil ki, artıq Bakıda sayıca 2-ci Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin iclası keçirilib. Bu ilki iclasın mövzusu müasir cəmiyyətdə qadının rolu, dayanıqlı inkişaf və ənənəvi dəyərlərə həsr olunub. Toplantıya TDT-yə üzv dövlətlərin aidiyyəti nazirləri, rəsmi şəxslər və beynəlxalq nümayəndələr qatılıb. İştirakçılar Türk dünyasının ailə institutunun möhkəmləndirilməsi, qadının ailədə və cəmiyyətdəki tarixi və müasir rolu, sosial rifah sistemlərinin gücləndirilməsi məsələsini müzakirə ediblər. Müasir Türk dünyasının ailə dəyərlərini və qadının cəmiyyətdəki roluna xüsusi diqqət çəkən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı azad edilən ərazilərə qayıdışın ailə institutunun dirçəlməsinə böyük imkan yaratdığını bildirib. İclas çərçivəsində müasir cəmiyyətdə qadının rolu, dayanıqlı inkişaf və ənənəvi dəyərlər mövzusunda bir neçə panel sessiyası təşkil olunub. Panellərdə qadının liderliyi, sosial inteqrasiya, ailə institutunun qorunması və gələcək nəsillərin tərbiyəsində qadının rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. İclasın sonunda Türk Dövlətləri Təşkilatının ailə və sosial siyasət sahəsinə məsul nazirlərin və qurum rəhbərləri tərəfindən yekun kommunikə sənədi qəbul olunub. Sənəd əvvəlcə səsverməyə çıxarılıb, daha sonra isə təşkilata üzv ölkələr tərəfindən yekdilliklə təsdiqlənərək imzalanıb. Bu sənədin imzalanması üçün ölkələr və onların nümayəndələri xeyli vaxtdır ki çalışırlar və tərəflərin ailə və sosial siyasət sahəsində Türk dünyası ölkələri qarşısında duran vəzifələr və onları yerinə yetirmək üçün hansı imkanlar və hansı fəaliyyət formasından istifadə ilə bağlı təkliflərini müzakirə etmişlər və hər bir ölkə tərəfindən irəli sürülən təklif bütün ölkələrin nümayəndələri tərəfindən dəyərləndirilir və son nəticədə hamının razılıq verdiyi məzmun və forma təsdiqlənir. Biz hal-hazırda belə bir yekun nəticəni təsdiqlədik, amma əlbəttə ki, onların icrası ilə bağlı fəaliyyət planları və onun hansı resurslar hesabına keçiriləcəyi və hansı müddətlərdə olacağı ilə bağlı əlavə razılaşmalar olmalıdır. Əsas odur ki, biz niyyətlərimizdə, məqsədlərimizdə və hədəflərimizə gedən yolda birgə addımlamağı istəyirik. Qəbul edilən kommunikə sənədində Türk dünyasında ortaq ailə dəyərinin qorunması, qadınların ictimai-siyasi proseslərdə daha fəal iştirakı, sosial siyasət sahəsində təcrübə və məlumat mübadiləsinin artırılması ilə bağlı bir sıra strateji istiqamətlər əks olunub.